Dünyanın iqlimi və iqlim qurşaqları, iqlim tipləri. Dedik ki, köhnə bölgü ilə Alisov tərəfindən yer kürəsində 13 dənə iqlim qurşağına ayrılmışdır. İndi isə yeni kitablarımızda artıq Köppenin iqlim təsnifatı əsasında öyrənirik ki, orada 5 dənə iqlim qurşağına ayrılırlar. İqlim qurşaqları əmələ gətirən amillər var. Bəli, hansı amilləri deyə bilərik iqlimin əmələ gəlməsinə təsir göstərən? Yəni ümumiyyətlə əsas olmaqla, digər olmaqla belə deyə bilərik ki, məsələn, səth örtüyüdür, günəşin düşmə bucağıdır, yerin formasıdır, ondan sonra ümumi atmosferin sirkulyasiyasıdır. Bu kimi əsas amillərdən çıxış eləyək deyə bilərik ki, bunlar iqlim əmələ gətirən amillərdir. Və relyefin həmçinin amili var burada, relyef amili. Materikin içinə yaxınlıq, uzaqlıq və Bəli. s. Relyef amilinin cərəyanı və hava kütləsinin, coğrafi enliyi, nə bilim, Təsiri dağın, var. dərənin, təpənin, o üçün bildiyimiz hər bir şeydədir. Bitki örtüyü olsun, hamısının. Bunların iqlim əmələ gəlmədə təsiri böyükdür. İndi suxur desək, məsələn, suxurların təsiri təbii ki, olmayacaq, amma digərlərin amillərin təsirləri nədir? Burada böyükdür. Xüsusən də hava kütləsidir, relyefdir, cərəyandır. Bu amillər daha çox təsirini biz danışırıq. Cəmilə, relyefin təsirinə nə deyə bilərik? Relyef, məsələn, Afrikanın məsələn şərq tərəfində baxanda ekvatorial iqlim yoxdur, çünki orada daha hündürdən keçir. Məsələn, bu artıq relyef təsiri olur. Ay sağ ol. Orada ekvatorial Afrika iqlim yoxdur. materikində ekvatorial iqlim tam zolaq formasında tam quşaq yaratmır. Bunun səbəbi nədir? Afrikanın şərqində 4000-dən yuxarı yaylaların yerləşməsi, Şərqi Afrikanın qalxmaya məruz qalması burada artıq bu prosesin təsir edəcəkdir deyəcəksən. Sonra, məsəl üçün, Şimali Amerika, Cənubi Amerika ərazisində. Orada da vardı. Məsələn, bu Ant Kordilyer qoymur ki, həmin bu Sakit Sakit Okean Okean təsiri. təsir eləsin materikin iqliminə. Elə mənim də bu relyef deyən kimi relyef ilk bu ağlıma gəldi. Yəni Afrikanın bu da demək olar, Afrikanı demək Ay olar. sağ ol. Biz Cənubi Amerikanın, Şimali Amerikada deyirdik ki, bu iqlimin təsirində, bəli, materik iqlim formalaşmasında Ant dağlarının, Kardet dağlarının təsiri var. Və yaxud da ki, Şimali Amerikanın şimal hissəsindən gələn Arktik hava kütləsi və yaxud da Avrasiyanın şimal hissəsindən gələn Arktik hava kütləsi, soyuq hava kütləsi və yaxud da Asiyanın cənubundan gələn musson küləkləri, bunların hamısının təsiri nədir? Dağların relyefin təsiri var. Biz dedik ki, Şimali Amerika materikində Arktik və tropik hava nədir? Qarşılaşır bir-birindən. Çünki orada dağlar median istiqamətdir. Avrasiyanın içərisinə doğru Arktik hava kütləsi daxil ola bilir. Niyə görə? Çünki dağlar median istiqamətdir. Musson küləkləri, yəni subekvator iqlim qurşağı belə deyək ki, Mərkəzi Asiyaya daxil ola bilmir. Niyə görə? Çünki Himalay dağlar onun qarşısını kəsir. Yəni, bu relyefin təsirindən bunu deyirik. Bəs elmin cərəyanların təsirindən nə deyə bilərik? Elə ki, müəllim, var isti cərəyan, var soyuq cərəyan. İsti cərəyan deyirsə, materikə bol rütubət yağıntı gətirir. Soyuq cərəyan deyirsə, burada quraq iqlim yaradır. Bunu demək olar. Ay, Adi süper. iqlim. Misal olaraq bir dənə soyuq cərəyan göstər, orada yaranmış səhradan de görək bizə. Peru cərəyan təsirindən Atakama səhrası, Kaliforniya cərəyan təsirindən Mojave Sonor, Kaliforniya səhrası, Qərbi Avstraliyanın Viktoriya səhrası, Hanar cərəyanı Böyük səhra, Bengel cərəyanı Namib səhrası, Tamam, Kalahari sən burada cərəyandan yaranmırdı. dərsin yaradım. Ümumiyyətlə, Əli, bir ərazidə, David, sən də gələn, bir ərazidə səhra yaranması üçün hansı səbəblər, hansı amillər olmalıdır ki, burada səhra olsun? Mən enən hava olmalıdır ki, ən əsasında ora yağıntı düşməsin. Yağıntı düşməsin. Səhra yaranmaq üçün fiziki aşınma sürətli getməlidir. Burada çox sürətli Yeah. olmalıdır. Fiziki aşınmanın getməsi üçün səhra lazımdır. O səbəb deyil, nəticədir. Nəticədir. Hı -hı. Eee, Əli, başqa fikrin var? Mən bir cavabında vurğuladı ki, enən hava, 2 materik daxili mövqe, 3 də ki, soyuq okean cərəyanı. Bəli. Materik biz bunu dərs izahında demişdik də. Ay Cavid, dərsin izahlarına, dərsin mən demişəm ki, yəni dərs izahı oturub mən sənə eləmirəm burada təkrar qayıdıb. bəli. Oturub baxmaq lazım. Sən vəbşi belə məsuliyyətsiz yanaşsan dərslərə. Əli də sən də. Yəni əli yenə çalışır hardasa, hə.
Amma sən ümumiyyətlə, yəni heç nə, yəni bir ay bundan əvvəl, bir 10 gün imtahandan əvvəlki vəziyyətin nə idisə, həmin performans da eynidir. Keçən dərsdə də eyni vəziyyət idi, bu dərsdə də eyni vəziyyət. Dəyişən bir şey yoxdur. Niyə ki? Dərsləri oxuyuram, testlər də Bu testlər oxumaq yazıram. deyil də, yəni mən sənə bunları demişəm. Hardadır? Dediyim hanı? Sən mənə durub deyirsən ki, fiziki aşınma yaranması. Fiziki aşınma yaranması nə dəxli var ki bura? Fiziki aşınma yaranması səhranın var olmasından irəli gələn bir şey idi. Temperaturun dəyişməsindən olurdu. Fiziki aşınma olan hər yerdə səhra yaranır onda. Gəlsin şeydə səhra yaransın. Ceyrançı altında səhra yaransın. Değil mi? Qobustan apışında səhra yaransın onda. Deyirəm ki, niyə ki? Demək ki, zəifliyi hiss edirəm ki, deyirəm, ay Cavid. Niyə ki? Yo, bəyəm, ola bilər, düz deyirsən. Nəysə. Materik daxili mövqe olmaq, soyuq okean cəryanının təsiri, bəli. Tropik enlikdə yerləşmək, nə bilim, qalxan hava şəraitinin burada olması və Aqroloji metodları da yaxşı olmalı. səbəblərdən nədir? Biz ərazidə səhra landşaftının yaranmasına gətirib çıxara bilərik. Yəni, indi hər materik daxili ərazidə səhra yaratmaya bilər. Təbii ki, də orada gələn hava kütləsinin təsiri fərqli ola bilər deyə fərqli amillər, fərqli proseslər baş verə bilər təbii ki də. Amma ilkin ehtimalla biz bu prosesləri deyə bilərik ki, bunlar səhra yaradan amillərdir. Sonra əsas iqlim qurşağından elminkeç iqlim qurşağının fərqi nədir? Belə ki, müəllim, əsas iqlim qurşaqlarının özünə uyğun hava kütləsi var, amma keçidlərdə bu yoxdur. Bu Və fərq keçid yerinə. iqlim qurşaqları havanın haradan alırdı? Belə dediyim, yəni öz əvvəlkindən yəni. Əvvəlkindən nədir? Elə şey var. Əsas iqlim qurşaqlarının. Adamam, yəni necə deyim, yəni Əsas subekvatordan tropik, yəni yaxşı, onda sub belə sənə deyim, əvvəlkindən deyirsən, yaxşı. Asiya deyirsən, qitəsində yəni yayda və qışda da, yəni yaxşı. hansı? Həyəcanlanma. Asiya qitəsində subtropik iqlim qurşağı, Asiyanın şərq hissəsində subtropik iqlim qurşağı havanı haran alır onda? Və orada subtropik iqlim qurşağının qonşusu nədir? Aşağı qonşusu. Şey, tropik. Təpənak. Amma aşağıdan yuxarı getmir. Hansı iqlim qurşağı o da uşaqlar kim deyə bilər? Subekvatorial deyirsən müəllim. Bu şərqçin tərəfdə olan qırılma nöqtəsidir. Hə. Oralar deyirsən. Orada subekvator Tropik iqlim qurşağı gəlir. Kars Tropik iqlim səhərasından sonra qurşağı gəlmir də. Orada zolaq yaratmır. Zolaq yaratmırdı. Və burada havanı haradan alırdı onda? Mussondan deyirik müəllim. Musson hava. Bəli, müsson küləklərinin təsiri ilə buradan qidalanma baş verirdi. Yaxşı, bu belə. Əsas məsələlər iqlimin xüsusiyyətləri indi düz toxunacam orada. Əsas məsələ diaqramlardaydı bizdə. Deməli, Cəmilə, bu nə ki oldu bu? Belə bir diaqramdır. Hansı yarımkürə üçündür? Şimal. Şimal yarımkürəsidir. Yağıntılar hansı aylarda düşür? Qışda. Aylar. Yanvar, fevral, mart. Mart aprel. Dekabr, yanvar, Ey, yəni iqlim bilmir ey uşaq. Dekabr, yanvar. Bir də Allah belə qəribə cavablar verirsiniz deyirəm ki, bu uşaq heç nə bilmir də, yəqin ki, sıfırdır bu uşaq. Dekabr, yanvar, fevralda düşür yağıntısı. Hansı fəsildir? Qış. 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 Nəyə görə qış fəsil dedim bunlara? Çünki şimal yarımkürəsində müəllim ona görə. Şimal yarımkürəsidir. Sən birinci qış fəsli deyəndə, hə, mən sənə gəl diaqram çəkdim, belə diaqram verdim mən sənə. Deyə bilərsən qışda düşür bunun yağıntısı. Yox, yayda düşür. Deyəməsən də, yəni ki. Biz fəsilləri artıq nədir? Bu şəkildə əzbərləyək. Mən bunu axırıncı dəfə dedim sizə. Düzdür, birinci qəbulda sual yox idi, amma bu qəbulda sual düşə bilər. Qarşımıza sual çıxa bilər iqlimdən. İqlim diaqramı verə bilər bu dəfə. Yadda saxlayaq ki, birinci biz temperatur xəttinə görə müəyyənləşdiririk ki, bu şimal yarımkürəsinin diaqramıdır. Burada yağıntılar bu aylarda düşüb və bu aylar şimal yarımkürəsində hansı fəsildir? Qış fəslidir. Artıq biz buradan irəli gələkdə tapırıq ki, təxminən hə, bu iqlim diaqramı hansı iqlim diaqramı nədir? Ola bilər. Deməli, subekvatora iqlim qurşağı. Biz iqlim qurşaqlarını demək olar ki, keçən dəfə də burada da sual cavab onsuz da eləmişik. Subekvatora iqlim qurşağından yağıntıları hansı aylarda düşür Cavidən çox? Yay aylarında. Şimal yarımkürəsində yay ayları. Yayda düşməyin. Cənubda mən vaxt düşür, yavaş görüm aha. Cənubda da yayda düşür. Yəni şimalda mən şey nəzərdə tuturam da iyun, iyul, avqust. Hə, bu başqa məsələdir.
Şimalda, cənubda da yay aylarında düşür yağıntısı. Amma şimalda bəli iyun, avqust, cənubda dekabr, yanvar, fevral aylarında düşəcəkdir deyəcəksən. Subekvator iqlim qurşağında hansı təbii zona yerləşir elmin? Savanna və seyrək məşəl təbii zonası. Torpağı nə idi buranın? Qırmızı qonur. Qırmızı qonur torpaqlar idi. Subekvator iqlim qurşağında biz hansı təzyiq sahəsini görürük? Əli. Mən Alçaq təzyiq müəllim. Cəmlə düzmü deyir? İkisi də ola bilər, çünki havanı qonşulardan alır. Ay sağ ol. Yayda alçaq olar, qışda yüksək olar. Bəli, yayda artıq ora subekvator havası gəlir, qışda da tropik havası gəlir deyə orada artıq yayda və qışda təzyiqin dəyişməsi fərqli olacaqdır. Yəni il boyu bir təzyiq orada hakim olmayacaqdır. Müxtəlif təzyiq olur, diqqətli olmaq orada. Sonra subekvator iqlim qurşağı hansı materikdə yerləşir deyəndə bunu artıq sadə bir şeydir. Biz niyə ekvatordan başlamadıq? Ekvator iqlim qurşağından belə bir sual verim. Ekvator xəttinin kəsdiyi bütün materiklərdə ekvator iqlim qurşağı yerləşirmi? Qitə Xeyr, olar, müəllim. qitə olaraq hə, qitə olaraq hə. Materik olaraq yox. Adalar falan materikə götürmürdü axı. qitəni adlarsın, materik adlar. Mən Yox. Avrasiyaya görə deyim. Hansı ekvatorun kəsdiyi materikdə ekvator iqlim qurşağı yoxdur? Mən var prosto ki Avrasiya qitəsində də vardı, elə bir qitəni nəzərə alır. Mən nə dedim? Onsuz da Avrasiya mən onsuz da ki belə düz deyirsiniz. Avrasiyanın onsuz da ekvator kəsmir, orada da ki ekvatora iqlim qurşağı yoxdur da. Yəni də Avrasiya materikinin ekvator xətti kəsmir və ekvator iqlim qurşağı da orada nədir? Görməyəcək. Amma Avrasiya qitəsini kəsir, orada Amma ekvatorial Asiya iqlim qurşağı qitəsi var. desək, hə, Asiya Tabii, qitəsi tabii. deyəndə artıq orada Asiya qitəsində biz bunu fərqli şəkildə görə bilərik. Yox, bir dəqiqə. Mənim fikrimi yayındırdınız siz. Avrasiya materikində ekvator iqlim qurşağı yoxdur ki. Orada var mən. Niyə yoxdur ki? Mən Malatya materik adasının adalar da cənubu harda Avrasiya yerləşir? deyəndə C daxildə bu Sumatra kalimatına Obş Avrasiya. Bax, yadda Onu da qalsın. Ekvator xəttinin kəsdiyi bütün ərazilərdə, yəni materiklərdə deyək, nə bilim nə. Ekvator iqlim qurşağı varmı deyiləndə, burada artıq Malak yarımadasında ekvator iqlim qurşağı var deyə Avrasiya materikinə sən deyə bilərsən ki, nədir? Ekvator iqlim qurşağı var. Düşdük, Malakkaya görə deyərsən. Avrasiya materikinə. Asiya Yay qitəsi bunun onsuz da ki, Asiya qitəsində sən təbii ki də o heç də İndoneziya falan ərazisi, o ərazilər hamısında görə bilirsən. Yəni həm Asiya qitəsi, həm Avrasiya materikində ekvator iqlim qurşağını görməyimiz mümkündür. Cənub hissəsində Malakkanı görəcəyik. Sonra sonra oradan gəldik. Tropik iqlim qurşağında hansı tiplər var elmin? Deməli, Aralıq dənizi kontinental muson. Yəni mən tropikin dəniz və kontinental tipi vardır. Tropikdə. Tropikin dəniz və kontinental tipi var. Kontinental tipin yaranmasının səbəbi Materikin qərbində soyuq okean cərəyanlarının keçməsi var. soyuq okean cərəyanının keçməsi. Şərqdə isə isti cərəyanın təsirindən rütubətli iqlim tipi formalaşırdı, bəli deyə bilərik. Görək nə var bizim burada iqlimimizdə. İqlimin xəritəsi var. Hə. Tropik iqlim qurşağı yerləşdi bu ərazilər boyunca. Bax, burada xüsusən yadda saxlayaq ki, Böyük Antlar arxipelagında biz rütubətli torpaq, bayaqki suallar var idi. Yucatan yarımadası, Florida yarımadası, Kuba adası, bax, buradan verilmiş suallar idi. Bu ərazidə biz nə görürük? Rütubətli tropik iqlim qurşağını görə bilirik. Xüsusən bu yadımızda qalır buradan. Sonra, buradan da, bax, bu yadımızda qalsın. Böyük Britaniya, İrlandiya ərazisi. Yerləşir hansı iqlim tipində? Mülayim dəniz. Mülayim dəniz iqlim tipində. Bu Aralıq dənizinin adaları yerləşir. Aralıq dəniz iqlim tipində. Məsəl üçün. Burada hansı ada yerləşir? Şimal Amerikanın şərqində ilk dəfə bura Vikinglər getmişdi. Newfoundland adası. Newfoundland adası. Bəli, bu da yerləşir. Mülayim Dəniz. dənizdə yerləşirdi. Niyə bura mülayim muson əmələ gəlmədi?
İsti cərəyan keçməsi. İsti cərəyan keçməsi, İsti və soyuq cərəyan. İsti ilə soyuq toqquşdular. toqquşması baş verir, bəli. Sonra tropik iqlim qurşağı yalnız bir işıqlanma qurşağında yerləşir. Xeyr müəllim. Və İki işıqlanma. mülayimət isə Subekvatorial iqlim qurşağı yalnız bir işıqlanma qurşağında yerləşir. bu olar mən. Bəli, bu doğrudur. Bəli, 10 kəsmir. Yox, 10 da kəsir. Mənim iki işıqlanma quşağı deyilir. Ah Leyli, ah Leylas. 2 mənim 2. Kəsir bunu. Burada Mən sizə Hindistan ekvatorial deyəcəyim. Subekvatorial deməzsən. Subekvatorial. Subekvatorial. Subekvator dedim. Subekvator iqlim dedim, yox. Burada kəsir. Tropik xətti kəsirdir. Asiyanın cənub hissəsində bu ərazidə artıq iki işıqlanma quşağına düşəcəkdir deyə bilərsən. Ekvator təbii ki, də bir işıqlanma quşağıdır. Yəni bunu soruşmağa ehtiyac məncə yoxdur. Sonra əsas bax bunlar düşə bilər. Bu ikisində iki işıqlanma quşağı görməyimiz mümkündür deyəcəksən. Bəs savanna zonası ərazisi falan da yerləşəndə, hətta savanna zonası yeri artıq tropik iqlim quşağının da içərisindədir. Qarşımıza çıxa bilir də, yəni bunu demişdik dəfələrlə. Sonra iqlimdən qeyri-adi oradan nə var başqa bizə lazım olacaq? Mülayim iqlim qurşağı Avrasiya üçün cəmlə qərbdən şərqə doğru tiplərini say. Qərbdən şərqə, Hı -hı. deməli, mülayimi dənizi, mülayimi kontinentalı, kəskin kontinentalı, sonra mülayim muson. Harika. Bax fikir verin diqqətlə. Mülayim dəniz bu hissədə yerləşdi. Mülayim kontinental Ural dağlarına olan ərazi. Mülayim kontinental Ural dağlarından içəridə kəskin və burada musson yerləşdi. Kamçatka yarımadası hansı iqlim tipinə düşdü? Mülayim dəniz. Mülayim dəniz. Saxara adalarına düşdü. O mülayim Muson. muson. Mussona düşdü. Ay sağ ol. Yaponiyanın şimalı, Kyushu muson keçəmə. Yaponiyanın Kyushu cənubunda yerləşir, başın batmasın. Yaponiyanın cənubu O mülayim muson keçəmə. Subtropik muson. subtropik. Bura mülayim mussondur. Bura subtropikin nədir? Mussonda yerləşir. Elmin mülayim mussonla subtropikin mussonu necə fərqləndirdin bir-birindən? Nəyə görə fərqləndirdin? Temperaturun mənfi düşməsinə görə müəllim. Hansında düşürdü mənfiyə? Mülayim musonda. Ay sağ ol. Yəni mülayim mussonda mənfidir. Amma eyni diaqramdır. Yəni bir-birinə oxşar diaqram. Sadəcə olaraq mülayim mussonda mənfidir. Burada isə nədir? Müsbət iqlim olacaq subtropikinlər deyəcəksən. Subtropikin əli tipik subtropik iqlim qurşağının hansı iqlim tiplərində görürük? İlk müəllim bir kontinentalında görürük. Bir də ki, Aralıq dənizində görürük. Ay sağ ol. Kontinentalın yağıntısı nə vaxt düşür? Elə qışda müəllim. Aralıq dənizinin. O da qış aylarında. Nə ilə fərqləndirərsən bunları? Bunlar nə ilə fərqləndirərəm müəllim? Subtropikin kontinentalda nisbətən az yağıntı. Nisbətən yox, demək olar ki, orada biz yağıntı onsuz görməyəmiş kimi bir şeydir. Bəli. Yəni, baxana görsən ki, çox az bir yağıntı var. Yəni bu məsəl üçün tropikin kontinentalla deyək ki, yaxın oldu bir-birinə biraz. Eləmi? Onu da nə ilə fərqləndirək bəs? Temperatur mənim mənfiyə düşməyi ilənmi? Mənfiyə düşmək yox, temperatur xəttinə görə fərqləndirək. Hə. Düşər. Hə. Kontinentalın subtropikində düşər. Mənfiyə də düşmə müşahidə etmək mümkündür. Məsələn, zənnimcə olar, gedə bilər. Yəni düşməsə belə orada artıq temperatur xəttində biz subtropikdə yadda saxlayaq ki, tropikdəki qədər çox yuxarı qalxmağı görməyəcəyik. Başa düşdünmü? Orası var. Hə. Orada subtropikdə 4 dənə fəsil var. Mülayimlə subtropik iqlim 4 dənə fəsli var. Bu yadımızda qalsın. Yəni tropik iqlim qurşağında deyək ki 4 dənə fəsil var. Bu fikir sizcə doğru olarmı? Xeyr. Xeyr müəllim. Mən deyirəm ki, bu fikir məsəl üçün indi bəs mən dediyim birbaşa oldu deyə sual tərzə alınmadı da. Amma elə bir sual çıxarda bilərlər. Onun mülayim işıqlanma qurşağında yerləşən ərazisində 4 dənə fəsil görə bilərik. Tropik iqlim qurşağının, məsəl üçün, Afrikanın şimalında burada yerləşən hissəsi nədir? Mülayim işıqlanma qurşağına düşür və 4 dənə fəsil var. Başa düşdük? Yəni məsələn bu ərazidə deyək ki, biz burada 4 dənə fəsil görə bilərik. Aydın oldu mu? Yəni o isə diqqətli olaq. İndi elə bir tipdə sual belə gəlmir ağlıma. Yəni verə bilər də, yəni elə bir şey olar ki, görər ki, bu şəkildə bir sual verir də, burada görə bilərik.
Avrasiya materikində hansı iqlim qurşaqları Cavid tam zolaq əmələ gətirmir? Tropik müəllim. Yalnız tropikmi? Ekvatorial. Tropik. Subekvatorial və tropik iqlim qurşağı. Suriyyədə də odur. Subekvatorial və tropik iqlim Hə. qurşağı. Yaxşı bir fərq var onda. Həm subekvatorial və tropik iqlim qurşağı tam zolaq əmələ gətirmirlər bu ikisi də. Tropik ilə subekvatorialın sərhəddi hardaydı? Cəmlə. Şeydə, Tar səhrasında, Dar səhrasında. Hansı ölkə arasında yerləşirdi bunlar? Hindistan. Hindistan və Pakistan sərhədində yerləşirdilər. Pəncablar deyildi. Hind-Avropa layihəsində var idi. Ha. Müəllim, o bir şey Hə. var idi. Məsələn, mülayimdə var idi. İynə yarpaqlı, enli yarpaqlı, qərbdən şərqə bir dənə bir şey var idi, elə bir şey. Təbii Gedəndə zonu. dəyişirdi. Mülayim dənizdə hansı təbii zonadır, Əli? Mülayim dənizi deməm. Qarışıq enli yarpaqlı meşələr. Təpənə dəyirsən. Eyni Mülayim yarpaq. kontinentalda qarışıq meşə, burada isə iynəyarpaqlı meşə. Elə bil ki, proses nədir də? Dəniz sahil olanda orada belə düşünün də, hava isti olan ərazidə ağacın yarpağı enli olur, soyuq olan ərazidə ağacın yarpağı iynə yarpaqlı formada olur. Və burada da yavaş-yavaş içəri doğru getdikcə artıq hava soyuyur deyə, hava quraqlaşır deyə daha doğrusu. Hava quraqlaşır deyə, quraq havada ağacların yarpağı iynə formasını alır və bu səbəbdən gəlib burada nə olur? İynə yarpaqlı meşə zonası yaranmış olur. Sonra qeyri-adi nə var mənə deyin görək. Yeni Zelandiyada yerləşir iki iqlim qurşağında. Rütubətli və dəniz, mülayim dəniz. Sonra Afrika materikinin şimal ucqar nöqtəsi, cənub ucqar nöqtəsi Aralıq dənizində yerləşir. Yağıntıları eyni fəsildə düşür, amma müxtəlif nədə düşür? Ayda düşür. Aylarda. Aylarda. Afrikanın cənub ucqar nöqtəsinin, Avstraliyanın şimal ucqar nöqtəsinin yağıntıları eyni aylarda düşür. Düzdür də. Niyə düzdür? Cənubda yerləşdi. Cənubda Düzdür. yerləşir. Cənubda yerləşir. İyul, avqustda düşür yağıntısı. Eləmi? Dekabr, qış aylarında. Bu da cənubda yerləşir. Yağıntısı nə vaxt düşür? Yayda düşür. Yay nə vaxtdır? Dekabr, yanvar, fevraldır. Bu ucqar nöqtə ilə bunun şimal ucqar nöqtəsi yağıntısı eyni aylarda düşərdi. Afrikanın şimalından düşərdi. Cənubundan düşməyəcək. Bu tipdə sual veriləndə beyninizdə fikirləşməyin, dəftərə yazın ki, yəni orada gözünüz görsün ki, bu şey var. Məsələn, mən fikirləşirəm, biri var beynində əzbər fikirləşirəm, bir də var ki, dəftərə yazam. Ən azından yazdığım orada gözüm görər, nəyəsə xatırladar da mənə. O baxımdan həmişə sual yazanda sualın qeydin varsa, nəsə varsa bildiyin, onu dəftərə, kağıza yazdıyan ki, işin asan da olsun. Madaqaskar adası iki iqlim, iki işıqlanma qurşağı yadımızda qalır. Böyük Britaniya, İrlandiya. Jutlandiya yarımadası mülayim dəniz. Skandinaviyanın cənubunda mülayim dəniz. Kaliforniya kontinental. Florida, Yucatan tropik rütubətli. Bunlar əsas məsələ bunlardır. Kalimantan, Sumatra, burada isə ekvator iqlim qurşağı görürük. Tayvan, Haynan subekvator iqlim qurşağında yerləşir. Saxalin dəniz mussonda, Kamçatka dənizdə, Yaponiya dəniz mussonda yerləşir. Koreya mussonda yerləşir. Yəni bunlar əsas məsələ fikir verməli olduğunuz hissələr bunlardır. İqlimdən də qeyri-adi bir sual da demək olar ki, gəlmir qarşımıza. Burada iqlim diaqramları var. Xüsusən bu iqlim diaqramlarına baxırsınız. Məsələn, birinci diaqramımız subarktik iqlim qurşağının diaqramıdır. Bunu mən yenə də göndərəcəm qrupunuza da. Yəni burada artıq düşər sualdır, gələr. Tapmaq var əslində çətin bir şey deyil. Niyə görə? Çünki Arada sıraşıq təhlillə müəllim belə olanda. Digər bir nəvə bunu təhlil aparaq da. Bu yerləşir şimal yarımkürəsində. Yağıntılar ən çox nə vaxt düşüb? Yayda. İyun, ay bax yenə yay dedi. İyun, iyul, avqustda birinci ay deyilən, sonra bax kilən fəslə qarşılaşdırasın. Yəni mən bilim belə ki, bizim yayımız əsasındayım da. Aha. Şimal demək yay fəsli oldu. Şimalda yerləşib yağıntısı yayda düşən. Nə var? Subekvator var, musson var, bir də subarktik var. Çünki subarktik keçid iqlim qurşağıdır. Bunun aşağısında mülayim, yuxarısında arktik yerləşir. Qışda arktikdən, yayda mülayimən hava alırdı. Və arktik quru olduğuna görə yağıntı vermirdi. Yağıntı nə vaxt verirdi ona görə? Yayda verirdi. Yayda. Bu üç iqlim qurşağından biri nədir? Bizim diaqramımız olmalı. Başqa variantımız yoxdur artıq.
Və mənfiyə düşmə varsa, təbii ki, də bu ikisini çıxardaram, deyirəm ki, nədir? A variantı. Həm də ki, yağıntı da az düşür. Ona görə çıxardarsın Yağıntı ondan asır sonra. deyə bilərik. Sonra buradan bu rəqəmləri əzbər çalışın ki, ölkənin düzdür, Bəli. tapmaq olur yerdə. 341 bir dənə Sibiri də oradadır. Mülayim dənizdir, bu mənfiyə düşməyib deyə tapırsan bunu. 900. 341 bəli, Sibir ərazisində kəskin kontinental iqlim qurşağındadır. Dördüncüsü Mussondur, yayda düşüb deyə yağıntısı tapırsan bunu da, asandır. Burada əsas 2 dənə qalan budur. 341-dir, bu da 608 nədir bu? 604. Kontinental iqlim tipinin diaqramıdır. Xüsusən onlara fikir verirsiniz. Buradan bu iqlim qurşaqlarında həmişə qarşımıza çıxan ya Allah baxırıq təala. məntəqə şimalda yerləşir diaqram. Yağıntı dekabr, yanvar, fevraldır. Demək bu şimalın qış fəslidir. Yağıntısı qışda düşən Aralıq dənizi götürürsən, gedirsən, bəs edirsən. Ha. Burada yağıntılar düşüb yenə dekabr, yanvar, fevralda və şimalın qış aylarının nədir? Diaqramı verilibdir bizə. Bax bunu deyirdik, hə, subtropikin kontinentalı. Bax bayaq dediyim mənfiyə düşməsi müşahidə olunacaqdır. Bax burada görə bilərik ki, və dəyişimdəki nədir? Fərqi də daha çoxdur. Bax subtropikin kontinentalından Aralıq dənizi iqlim qurşağının yağıntısı bir-birinə bənzərdir. Amma temperatur xəttində böyük fərq var. Bu da mussondur. Subtropikin musson iqlim diaqramıdır. Çünki yağıntı yayda düşüb və temperatur mənfiyə düşməyib. Mənfiyə düşsə, bu artıq olacaq nə? Digəri mülayim musson. İndi bura baxırsan da yağıntı nə vaxt düşüb? Yağıntı yayda düşüb deyək də, burada eləmi? İyun-iyul avqustda. Yağıntı yayda düşdü. Yağıntı yayda düşən yenə subekvatordur, subariktikdir ya da ki musson da bu ikisindən üçündən biridir. Subariktik çox mənfiyə düşər və bu qədər çox yağıntı düşməz. Bunu buradan təhlil edib çıxartdıq. Mülayim ola bilər, bir də subekvator ola bilər. Yağıntı axı hər ikisində çox düşəcəkdir. Amma subekvator olmadı. Niyə? Çünki subekvatorun temperatur xəttinin əyrisi nə olmalıdır? Az olmalı. Bərabər. Artıq biz orada bu əyrilikdə görə bunu görə bilməyəcəyik. Bu da buradan bu şəkildə getdi deyəcəksən. Buradan bax, məsəl üçün bu Cənubun Aralıq dənizi iqlim diaqramıdır, yadımızda qalsın. Bu bərabər rütubətli subtropikdir. Bunlar asandır. Burada əsas məsələdən biri bilirsiniz nədir? Rütubətli tropik. Bax, yağıntısı demək olar ki, il boyu bərabər düşür bunda. Bu subtropiklə bənzərdir. Subtropiklə bir-birinə bənzərdir. Ha. İkisinin də xətti bir-birinə oxşar diaqramdır. Sadəcə olaraqdan biz subtropik iqlim qurşağında daha aşağı temperaturun düşməsini görürük. Amma tropikdə 20-dən aşağı düşməyib görürsən. Tropik həmişə fikir verin ardıcıllığa ki, daha yaxındırsa ekvatora daha isti olmaq ehtimalı olan vardır deyəcəksiniz. Məsələn, bu bir illərdə şeyə düşmüşdə, müəllimənin işə qəbuluna düşmüş iki dənə diaqramdır. Hər ikisi subekvatorun diaqramıdır. Mən burada 2000 yağıntı görmüşəm, nə bilim, diaqram biraz o yan bu yan xəttin əyrisini çox görmüşəm və ya az görmüşəm. Bu ekvator olaraq belə bir şey deyə bilmərik. Bu konkret şəkildə yadda qalsın ki, subekvatora iqlim qurşağının diaqramıdır. Bu ekvatora iqlim qurşağının diaqramı hesab olunur. Bir də buna göndərəcəm. Burada bəzi suallar var ki, o suallara özünüz də baxarsınız evdə də. Başqa iqlimdən deyəcək. Zənnimcə elə böyük bir şey yoxdur. Yəni böyüdə-böyüdə şirə-şirə danışdığımız o Və iqlim mən xahiş mövzusu edeyim sizdən. bundan. Buyur Əli. Yəni mən belə bütün dərin incə məqamlar dedik. Əsas elə hamısını demişik sayı.